Herkese salam. Bugün size sadece sıradan bir dedektif hikayesinden yok, insan psikologiyasını alt üst eden, izlediğiniz her seriyada sizi özünüzden şüphelendirecek bir Cənubi Koreya şaheserinden, Mouse serialından danışacağım. Hikayenin derinliklerine inmezden önce, gelin bize bu emosiyaları derinden yaşadan o muhteşem aktyor heyetine ve onların canlandırdığı obrazlara baxaq. Serialın başrolunda bize hem sonsuz bir məsumiyyəti, hem de qorxulu bir soyuqluğu eyni anda hiss etdirə bilən dahi aktyor Lee Sung-gi çıxış edir. O serialda herkesin sevimlisi, köməksiz heyvanlara belə qıya bilməyən, saf və canyanar polis nəfəri Jang Barum obrazını canlandırır. Onun qarşısında isə uşaqlıqda ailəsini amansız bir qatilə qurban vermiş və həyatını həmin qatildən intiqam almağa adamış çılğın dedektiv Go Mon-chi obrazını görürük. Bu xarakter isə inanılmaz xarizması ilə aktyor Lee Hun-ji həyat verir. Heç vaxt gülümsəməyən, soyuq baxışları ilə insanı üşüdən və şəhərdəki dəhşətli qətillərin əsas şübhəlisi rolunda gənc həkim Song Yeon-han izləyirik. Bu obrazı isə aktyor Kwon Ho-won möhtəşəm şəkildə canlandırır və nəhayət hekayənin kökündə dayanan, illər öncə şəhərə qorxu salmış o məşhur Hit Hunter, yəni beyin nöqtəsi ləqəbli psixopat həkim Han Se-jun. Bu qorxulu və dahi canavarı isə ustad aktyor Han Che-wook canlandırır. Bu heyət həqiqətən də ortaya əsl aktyorluq şousu qoyub. Bəs nədir bu Mouse serialını bu qədər xüsusi edən? Hər şey çox qorxulu bir elmi iddia ilə başlayır. Alimlər ana bətnindəki körpənin genini yoxlayaraq onun gələcəkdə psixopat bir qatil olub olmayacağını tam 99% dəqiqliklə müəyyən edən bir test kəşf edirlər. Lakin burada tükürpədici bir detal var. Həmin gen eyni zamanda dahi insanlarda da mövcud olur. Yəni ana bətnindəki o uşaq gələcəkdə ya dünyanı xilas edəcək bir dahi, ya da insanlığı məhv edəcək qəddar bir qatil olacaq. Bu genə sahib olan uşaqlar dünyaya gəlir. İllər keçir. Şəhərdə yenidən qorxulu, vəhşi qətillər törədilməyə başlayır. Dedektiv Go Mon-chi bu qatili tapmağı özünə şərəf borcu bilir və bu yolda onun qarşısına məsum polisimiz Jang Barum çıxır. İkili qatilin izinə düşür. Digər tərəfdən isə bütün şübhə oxları gənc həkim Song Yeon-ha yönəlir. Onun keçmişi, məşhur qatil Han So-junun oğlu olması, soyuqqanlılığı həm polisləri, həm də bizi tamamilə inandırır ki, axtarılan canavar elə Yohanın özüdür. Rejissor və senarist bizimlə elə bir psixoloji oyun oynayır ki, siz hər seriyanın sonunda bəli, hər şeyi tapdım dediyiniz an, növbəti seriyada bütün bildikləriniz alt üst olur. Əgər hələ də izləməmisinizsə, bura qədər olan hissəsi belə sizi ekrana kilitləməyə bəs edəcək. Bəli, bura qədər serialın ümumi sujetindən və aktyorlardan spoilersiz bəhs etdik. Əgər serialı izləmək fikriniz varsa, videonu mütləq burada dayandırın. Çünki indi hekayənin gizli qalmış bütün sirlərini, Song Yeon-hanın uğradığı o dəhşətli haqsızlıqları və bəlkə də beyninizdən heç vaxt silinməyəcək bu ağlasıxmaz finalı tam spoiler ilə anlatacağım. Xəbərdarlığınızı aldınız. Geçerik ikinci hissəyə. Nə gəldik serialın bizi göz yaşlarına baxan və hər kəsə şoka salan o böyük açılıq. Bizim seriyalar boyunca etdiyimiz canavar zənn edərək polislərin güllələdiyi həkim Song Yeon-han əslində tamamilə günahsız imiş. O psixopat genini yox, dahi genini daşıyan o 1%'lik qrupa aid idi. Yeon-han heç kimə duymamışdı. Əksinə o, əsl qatilin kim olduğunu öyrənib onu dayandırmağa çalışırdı. Bu həyatı boyu qatilin oğul damğası ilə yaşadı. Cəmiyyət tərəfindən kənarlaşdırıldı və əsl canavarı icra etmək istəyərkən haqsız yerə öldürüldü. Bəs əsl qatil kim idi? Bizim çox sevdiyimiz, məsumluğunu qiyamətlə izlədiyimiz polis Jang Barum. Bəli, o məşhur beyin ovçusu Han So-junun əsl oğlu və o psixopat Barum idi. Lakin Yohan'la aralarında baş verən o son qarşıdurmada Barum başından ağır yaralanır və xəstəxanada gizli, dəhşətli bir əməliyyat keçirilir. Ölmək üzərə olan günahsız həkim Yohan'ın beyni qatil Barumun başına uçurur. Yohan ölür, amma onun dahi beyni Barumun bədənində yaşamağa başlayır. Əməliyyatdan sonra yaddaşını itirərək özünü həqiqətən məsum biri zənn edir. Lakin zamanla yaddaşı qalır. İlk
cəhənnəmin qapıları açılır. Bu serialı izləyəndən bəri mənim beynimdə dolaşan və məncə serialın əsas mövzusunu təşkil edən fikir məhz budur. Bir qatilə qanunun belə verə bilməyəcəyi ən böyük cəzanı öz atası verir. Bilməyərək də olsa ona insani hisslər qataram. Məhkəmələr, qanunlar barını edam edə bilərdi, icraya qapata bilərdi. Amma heç bir qanun bir psixopatın qurbanları üçün göz yaşlarından, vicdan əzabından dəli olmaq həddinə çatmağı məhkum edə bilməzdi. Barının bioloji atası Hans o beynini rəhmət etməsəydi, barının bir psixopat kimi heç bir pişmanlıq duymadan, vicdanı sızlamadan rahat ölüb gedəcəkdi. Atası öz düşməninin beynini oğluna verməklə, əslində öz doğma oğlunu ömür boyu çəkəcəyi bir daxili cəhənnəmə, öz vicdanının hırslanmasını məhkum etdi. Qatilə ən böyük cəzanı ona peşman olmağı və insanlığı öyrədərək verdi. Finalda Barum həbsxanada öz bioloji atasını cəzalandırır. Günahsız Yohanın adı nəhayət təmizə çıxır. Barum isə çəkdiyi daxili əzablar və xəstəlik içində öz hüceyrəsində can verir. Rejissor bizə sübut edir ki, bir insan üçün ən böyük və qaçılmaz həbsxana onun öz vicdanıdır. Sizcə də bir atanın oğluna bilmədən verdiyi bu cəza serialın ən dahi detal deyilmi? Bəs siz Yohanın uğradığı bu haqsızlıq haqqında nə düşünürsünüz? Şərhlərdə fikirlərinizi mütləq gözləyirəm. Videonu bəyənməyi, şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.